Elə cinayətlər var ki, ilk baxışdan tamam ayrı mənzərə sərgiləyir. Əgər işi araşdıran müstəntiq bu mənzərəyə aldansa, soyuqqanlığını qoruyub işə öz bucağından baxa bilməsə, böyük fəlakətlər yaranar. İndi danışacağımız iş də bu qəbildəndir. Bakının mərkəzində qapısı çöldən bağlı bir mənzil, otaqda çılpaq bir dünya gözəli, sarışın qız və günlərlə onun yanında olan iki keçmiş məhbus. Belarus qızın ürəkləri dağlayan göz yaşlarını, gözəl çöhrəsini görən əməliyyatçılar cinayətkarları diri-diri boğmaq istəyirdi. Ancaq bu çılpaq Belarus gözəlinin göz yaşlarının altında hələ ki heç kəsin sezmədiyi bir dəhşət gizlənirdi. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Prokuror xüsusilə mühüm işlər üzrə müstəntiqi Oktay Qasımovu çağıraraq həyəcanla deyir ki, biraz əvvəl Bakı şəhəri Daxili İşlər İdarəsindən zəng vurub xəbər veriblər ki, bizim rayonda 2 nəfər oğlan şəhərimizə turist kimi qonaq gələn cavan bir Belarus qızı aldadaraq evə aparıb və onu günlərlə zorlayıblar. Qız fürsət tapıb hüquq mühafizə orqanına zəng vurub. Bu hadisə xalqlararası nifaqa səbəb ola bilər. Buna görə də iş tez bir zamanda araşdırılmalı, təqsirkarlar cəzalanmalıdır. Qızın saxlandığı mənzil şəhərin mərkəzində, Araz kinoteatrının yaxınlığındakı binaların birində idi. Əməliyyat işçiləri çöldən açar salıb qapını açdıqda, otaqda təxminən 18 yaşlarında sarışın, lüt bir qızla qarşılaşırlar. Əməliyyat işçiləri özlərini itirir, sarışın qız isə onlara məhəl qoymadan, abır ismət bilmədən öz gözəlliyini nümayiş etdirirmiş kimi qarşılarında çılpaq gəzirdi. Nəhayət əməliyyatçılardan biri çarpayının üstündən mələfəni götürüb qızın çiyninə ataraq çılpaq bədənini örtür. Müstəntiq Oktay Qasımov hadisə yerinə elə bu məqamda çatır. İlk növbədə qızı dindirir. Əməliyyat işçiləri onun tapşırığı ilə mənzildə axtarış aparırlar və divardakı sönmüş sobanın içərisindən qızın paltarlarını tapıb ona verirlər. Bu sarışın qız sanki cavan əməliyyat işçilərini görmürmüş kimi yenidən çəkinib utanmadan qarşılarında geyinməyə başlayır. Halbuki başqa otağa keçib əynini geyinə bilərdi. Onun bu hərəkəti istintaq əməkdaşlarında şübhə oyatsa da, qızın milliyyəti onları çaşdırır. Düşünürlər ki, bəlkə də Belarus qızdır, onun üçün bu kimi hərəkətlər əxlaqsız hesab olunmur. Bundan sonra Oktay Qasımov sarışın qızı ətraflı dindirməyə başlayır. Adı və soyadı Larisa Baxar idi. Dediyinə görə 18 yaşı tamam olmuş, Belarusiyanın Vitebsk şəhərindəndir və Bakı şəhərinə də turist qrupu ilə gəlib. Larisa'nın dediyinə görə küçədə dondurma alarkən 2 nəfər cavan oğlan ona yaxınlaşıb, söz atıb, dilə tutub, maşının yanına gətirdikdən sonra isə onu zorla maşına mindirərək həmin bu ünvana gətiriblər. 3 gün müddətində oğlanlar zorla növbə ilə onunla əlaqədə olub və onu evdə tək qoymayıblar. Qaçmasın deyə paltarlarını da soyundurub, hardasa gizlədiblər ki, evdən çıxa bilməsin. Qız da fürsət düşən kimi oğlanlar yemək almaq üçün mənzildən çıxanda Larisa zəng edərək bu barədə hüquq mühafizə orqanlarına xəbər verib. Oktay Qasımov Larisanı dindirən zaman əməliyyat işçiləri artıq ev sahibini tutub gətirmişdilər. Onun əlindəki bükülüdə bir şüşə araq, kalbasa və başqa ərzaqlar var idi. Adı sahib olan bu insan vasitəsilə Larisa Baxarı zorlayan ikinci oğlan da yaxalanıb Daxili İşlər İdarəsinə gətirilir. Onun adı isə İlyas idi. İnformasiya mərkəzindən alınan məlumata görə sahib əvvəllər qadın zorladığına görə, İlyas isə adam öldürdüyünə görə hər biri 10 il həbs cəzasına məhkum olunmuşdu. Onlar dustaqlıqda, koloniyada cəza çəkərkən tanış olub və oradan çıxdıqdan sonra da dostluqları davam edib. İlk danışıq zamanı sahib ifadəsində bildirir ki, Larisa'nın saxlanıldığı mənzil onun bacısına məxsusdur. Mənzildə təmir işləri getdiyi üçün ev sahibi müvəqqəti olaraq anası gildə yaşayır. Sahib isə həm ustalara nəzarət eləmək, həm də evin qorunmasını təmin eləmək üçün həmin mənzildə qalır. Larisa ilə tanışlığına gəldikdə isə bunun tamamilə təsadüfi olduğunu deyir. İlyasla Azərbaycan kinoteatrının qarşısında Larisa ilə tanış olub və oradan da
qızın öz razılığı ilə bacısının mənzilinə gəldiyini iddia edir. İlyas Larisa ilə yaxınlıq etmiş, onunla əlaqədə olmuşdu. Hətta Larisa ilə evlənmək fikrinə düşmüşdü. Bu məqsədlə onu evdə saxlayırdı. Sahib isə Larisanı, yəni evin sahibi, adı sahib olan şəxs isə Larisa ilə əlaqədə olmasını boynuna almırdı. Sahibin ifadəsindən belə görünürdü ki, onların heç biri Larisanı zorlamamışdı. İlyas Larisanın razılığı ilə onunla əlaqədə olmuşdu. Onun paltarlarını da heç kim gizlətməyib. Hadisə günü İlyas iş axtarmaq üçün şəhərə çıxıb, sahib isə Larisanı evdə qoyaraq ərzaq almaq üçün yaşadıkları binanın altındakı mağazaya düşmüşdü. Eyni ifadəni İlyas da təsdiqləyirdi. İlyasın danışıqlarından hiss olunurdu ki, o həqiqətən də Larisaya vurulmuş və onunla evlənmək fikrindədir. Larisa isə üzləşmə zamanı hər ikisi tərəfindən zorlanmasını təkidlə təsdiq edirdi. Yəni, onun ifadəsində dəyişiklik yox idi. Zorlanma hadisəsini təsdiq etmək üçün ilk növbədə məhkəmə tibb ekspertizasının rəyini almaq lazım idi. Üstəlik, Larisanın şəxsiyyətini təsdiq edən rəsmi sənəd də yox idi. Onun yaşı da hələ ki dəqiq məlum deyildi. Məhkəmə tibb ekspertizasının rəyi hələ alınmamış, Vitebskə göndərilən teleqramdan da xəbər yox idi. Cavabları gözləyirdilər, vaxt isə gözləmirdi. Sahib və İlyasın həbsə alınması üçün sanksiya almaq lazım idi. Tələb olunan sənədlər Larisanın doğum şəhadətnaməsi, yəni adının, soyadının, təvəllüdün olduğu bir sənəd və onun zorlanması haqqında məhkəmə tibbi ekspertizasının rəyi hələ Oqtay Qasımovun əlində yox idi. Şəxsin barəsində hər hansı bir əməli törətməsinə dair əsaslı şübhələri yaradan dəlillər olmadan onun tutulması cinayət prosessual qanunvericiliyə ziddir. Bu iş üzrə görünür ki, müstəntiq və prokuror vəzifə səlahiyyətlərinin icrasına səhlənkar yanaşmışdır. Tam hər tərəfli araşdırma aparmadan hər iki şəxsin barəsində sanksiya, yəni həbs qəti imkan tədbirinin seçilməsi istiqamətində çalışmışdılar. Peşəkar istintaqçı təkcə ifadələrlə kifayətlənməməli, əməl nəticəsi arasında səbəbli əlaqə müəyyən etməlidir. Bu narahat günlərin birində Daxili İşlər İdarəsindən zəng vurub bildirirlər ki, Vitebskə göndərilən teleqrama cavab gəlib. Larisanın Vitebskdə yaşaması, orada orta məktəbdə oxuması təsdiq olunmur. Bəs bu sarışın qız hardan, niyə gəlmişdi? Bu müddətdə Belarusiyadan Bakı şəhərinə heç turist dəstəsində gəlməsindən bağlı bir məlumat yox idi. Larisanın yaşadığı yer də məlum deyildi. Ona görə də müvəqqəti olaraq Larisanın prokurorun köməkçisi Zeynalovanın mənzilində qalması təmin olunmuşdu. Oqtay Qasımov Larisa ilə bir daha görüşməli olur və bu dəfə qız oxuduğu məktəbin nömrəsini və məktəb direktorunun adını deyir. Bunlar da kifayət deyildi, ancaq Oqtay Qasımov burada bir variant düşünə bilir. İstintaqı davam etdirirdi və eyni zamanda Larisanın foto şəklini çəkdirib teleqramla Vitebskə göndərir və xahiş edir ki, bu adda məktəb direktoru tapılsın, əgər varsa, məktəb direktoru özü bu şagirdi araşdırsın. Həmin günün axşamı alınan foto teleqram bundan əvvəlki bütün fikirləri alt-üst edir, bir dəhşətli reallıq ortaya çıxır. Bildirilir ki, Larisa Baxarın 18 yox, cəmi 14 yaşı var. Orta məktəbi bitirməyib, 7-ci sinifdə oxuyur. Anasının yanında olur, anası da yüngül əxlaqlıdır, pozğun həyat tərzi sürür. Larisa Bakı şəhərinə turist dəstəsi ilə deyil, evdən qaçıb gəlib. Bu arada İbtidai həbs otağının rəisi telefonla zəng edərək müstəntiqə deyir ki, müvəqqəti həbsdə saxlanılan İlyas təcili olaraq müstəntiqlə görüşmək istəyir və bu görüşməyin səbəbini heç kəsə demir. Yalnız Oqtay Qasımova deyəcəyini bildirir. Oqtay Qasımov İlyasla görüşdükdə görür ki, 2-3 gün ərzində İlyas tamamilə dəyişib, arıqlayıb, beli bükülüb, gözlərin hədəqəsindən çıxır. Onlar otaqda təklikdə qaldıqda İlyas utana-utana bildirir ki, süzənək xəstəliyinə tutulub və bu cinsi xəstəlik ona Larisadan keçib. Belə ki, bu günlərdə o başqa heç kəslə əlaqədə olmayıb. Oqtay Qasımov İlyası müayinə etmək üçün təcili olaraq zöhrəvi xəstəliklər poliklinikasına göndərir və Larisanı dindirmək üçün prokurorluğa gətizdirir. Prokurorluğa çatdıqda Oqtay Qasımov məhkəmə tibb eksperti ilə də əlaqə saxlayır, müayinənin nəticəsini öyrənir. Ekspertiza bildirir ki, Larisanın
qızlıq bəkarəti indi yox, çoxdan pozulub və onda son günlər, son aylar zorlama əlamətləri yoxdur. Əldə olunan əks sübutlar Oqtay Qasımovun Larisaya münasibətini tamamilə dəyişir. Artıq Larisanı zərər çəkmiş kimi deyil, böhtançı, başqasını ağır cinayət törətməkdə təqsirləndirmək üçün qəsdən bilə-bilə yalan ifadə verən bir şəxs kimi görür. Oqtay Qasımov qızla sərt və kəskin danışır. Larisa iç üzünü gizlətməyin mənasız olduğunu anlayır və etiraf edir. Və deyir ki, hələ 8-9 yaşlarında olanda anası evə tez-tez tanımadığı kişilər gətirir, həmin kişilər də elə bəzən balaca Larisa ilə də əylənirmiş və o 5 il əvvəldən artıq əxlaqsızlıqla məşğul olmağa başlayıb. Hətta evlərinin yaxınlığındakı hərbi hissəyə gedir, orada xidmətdə olan əskərlərlə də əlaqədə olurmuş. Bakı şəhərinə isə gəlməsinin səbəbini Larisa belə izah edir. Anası ilə yola getmir, Bakıda gözəl kişilərin olduğunu bilir, şəhərin isti olmasını eşidib və qərara gəlib ki, Bakıda fahişəliklə yaxşı pul qazana bilər. Larisa eyni zamanda bildirir ki, 3 gün sahibi mənzilində qaldığı müddətdə ancaq İlyasla əlaqədə olub. Paltarlarını da özü gizlədib, əks halda zorlandığını sübut edə bilməyəcəkmiş. Buna görə də böhtanı daha da dəqiqləşdirmək üçün paltarlarını özü gizlədib. Məhkəmə tibb ekspertizası Larisanın zöhrəvi xəstəlik daşıyıcısı olmasını və İlyasın da ondan xəstələnməsini təsdiqləyir. Larisa azyaşlı olduğundan onu cinayət məsuliyyətinə cəlb eləmək mümkün olmur. Oqtay Qasımov sahib və İlyasdan üzr istəyərək onları həbsdən azad edir. Şikayətin daxil olmasından asılı olmayaraq, istintaq orqanının əsas vəzifəsi obyektiv həqiqətin ortaya çıxarılmasıdır. Elə bu səbəbdən də hazırda qüvvədə olan mülki məcəllənin 1101-ci maddəsinə görə hər iki oğlan istintaq orqanlarının qanunsuz əməllərinin nəticəsində özlərinə dəymiş ziyanı dövlətdən tələb edə bilər və dövlət tərəfindən dəymiş ziyan ödənilir. Larisanı isə Dəri Zöhrəvi xəstəxanasında müalicə etdirib, milis işçilərinin müşayiəti ilə Belarusiyaya yola salır. Oqtay Qasımov deyir ki, bütün bu olub keçənlərdən cəmi 3 ay sonra yenə də Bakıda Larisa ilə qarşılaşır.